Hökumət narkomaniya ilə mübarizə üçün 2 yeni təşəbbüs elan edir. Dərman əvəzedici terapiyalar ilə təminat tam dövlətə tabe olacaq. Özəl subyektlərin bu xidməti göstərməsi qadağan olunacaq. Müxtəlif şirkətlərə psixotrop dərmanların idxalı da qadağan olunacaq. Bu istiqamətdə dövlətin səlahiyyətində olacaq. Bu baş nazir bugün yeni təşəbbüslərlə bağlı danışıb. Parlamentdə mübahisə oldu. Ombudsmanın nümayəndələri ümumi məhkəmələr haqqında qanuna hazırlanan dəyişikliklərlə bağlı tənqidi mövqelərini bildirib. Müzakirə Hüquq Məsələləri Komitəsinin iclasında aparılıb. Xalq müdafiəçisi hesab edir ki, qanun layihəsinə əsasən bugün təsbit olunmuş aşkarlıq prinsipi mahiyyətcə dəyişir və xalq açıqlıq əvəzinə qadağa əsas qayda kimi müəyyən edilir. Hüquq Məsələləri Komitəsinin sədri səsləndirilən fikirlərlə razılaşmayıb və bu tərəflər arasında mübahisəyə səbəb olub. Sənədə əsasən məhkəmənin və ya məhkəmənin səlahiyyət verdiyi şəxs tərəfindən həyata keçirildiyi hallar istisna olmaqla məhkəmə binasında, məhkəmə zalında və həyatında, sahədə foto şəkil çəkmək, film çəkmək, video çəkmək və yayınlamaq qadağandır. Bundan əvvəl xalq müdafiəçisi bəyanat yayaraq Parlament ümumi məhkəmələr haqqında qanunvericilik paketinə sürətli şəkildə baxmamağa və bu düzəlişlərə Gürcüstanın prosedur qaydaları ilə müəyyən edilmiş ümumi qaydada baxmağa çağırıb. Ombudsmanın bəyanatında bildirilir ki, bugün təsbit olunmuş aşkarlıq prinsipi əsaslı şəkildə dəyişirilir və açıqlıq əvəzinə qadağa əsas qayda kimi müəyyən edilir. Dəyişikliklər məhkəmə iclaslarının işıqlandırılması, Ali Ədliyyə Şurasının işçilərinin kompleksləşdirilməsi və hakimlərin ezamiyyətləri qaydaları, məhkəmə haqlarının ictimai məlumat kimi olması və ədliyyə orqanların fəaliyyəti ilə bağlı bir sıra digər fundamental məsələlərə aiddir. Göstərilən qanunvericilik dəyişikliklərin sürətləndirilmiş şəkildə baxılması və ona tam daxil olma və iştirak imkanını nəzərdə tutmur ki, bu da qanunvericilik prosesinə ciddi ziyan vurur. Təəssüf ki, parlamentdə başlanmış düzəlişlər ölkədə ədalət mühakiməsinin şəffaflığını, eləcə də medianın əlçatanlığını əhəmiyyətli dərəcədə pisləşdirəcək. Eləcə də məhkəmə proseslərinin ictimai xarakterini təmin edən mühüm təminatları aradan qaldıracaq. Parlamentdə söz və ifadə azadlığı haqqında qanuna nəzərdə tutulan dəyişikliklərə də sürətləndirilmiş qaydada baxacaq. Qanun layihəsi böhtana aiddir. O cümlədən layihəyə əsasən böhtanla bağlı mübahisələrə baxılarkən məhkəmədə sübut gəlir ki, zabiteyin üzərinə keçəcək. Mümkün mənəvi və nüfuza dərəcələr dəymiş iddiası cavabdeh tərəfindən yayılan faktların saxtalığını sübut etmək vəzifəsindən azad edəcək. Hakim komanda bəyan edib ki, düzəlişlər böhtana görə daha böyük məsuliyyətlər yaradacaq. Parlamentin İstintaq Komissiyasına gəlmədiyinə görə siyasətçilərin həbsi də hələ də dəyərləndirmə mövzusudur. Müxalifətçilər məhkəmə məhkumlərini ədalətsiz və siyasi təqib adlandırırlar. Bunun fonunda mübarizənin davam etdirildiyini bəyan edirlər və birliyi əsas rızaq kimi adlandırırlar. Hakim partiya hesab edir ki, qanun qarşısında hamı bərabər olmalıdır. Georgi Vaşadze, Mamuka Xacaradze, Badir Japaridze, Zurab Georgi Japaridze, Nika Gvaramiya, Nika Meliya və İraqli Ukrashvilinin Parlamentin Müvəqqəti İstintaq Komissiyasının tələblərini yerinə yetirmədiklərinə görə həbs edilirlər. Bəziləri 7 il müddətən azadlıqdan məhrum edilib, bəziləri isə qeyri-müəyyən müddətə siyasi vəzifə tutmaq qadağan edilib. Şalva Papaşvili Avropalı siyasətçilərin bəyanatlarına əks-səda verir. Brüssel siyasi motivli cinayətlərə və ədliyyə sisteminə siyasi müdaxiləyə haqq qazandırmağa dayandırmalıdır. Saakashvili, Meliya, Gvaramiya, Rustaviç və başqalarının işlərində Strasbourg məhkəmə bu cür müdaxilənin ədalətsizliyini dəfələrlə ifşa edəndə Brüsselin keçmişin dərslərini nəzərə almaması təəssüf doğurur. Əgər Avropa İttifaqının bürokratları, siyasətçiləri Avropa dəyərlərinə sadiq idilərsə, bir qayda olaraq Strasbourg məhkəməsinin hər belə qərarının sonra Gürcü xalq onlardan üzr istəməmələri eşitməli idi. Lakin üzrxahlıq əvəzinə Gürcüstan dövlətinə qarşı ədalətsiz hücumları və elə həmin çirkin dairəyə gəlişini görürük. Parlamentin sədri yazır. Parlamentin Müvəqqəti Tətbiqat Komissiyasının aralıq hesabatında Teo Culuxyanı təqdim etdi. Onun sözlərinə görə iş son mərhələdədir və ağır yekun sənədi olacaq. Culuxyanın sözlərinə görə həbsxana olan müddət liderlərinin bir gün daha komissiyada məsafəli iştirak etmələri barədə bildiriş göndərilib. Əgər onlar bundan imtina etsələr, gəlməmə müddəsi ilə yenidən işlər prokurorluğa göndəriləcəyi istisna edilmir. Erməni kilsəsinin baş episkoposu Baqrat Qalstanyan həbs edilib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətinə qarşıdır.
Həbsdən əvvəl baş yepiskopus dedi ki, nə həbslər, nə də başqa heç nə onu dayandıra bilməz. Ermənistan İstintaq Komissiyasının hesabatına görə müqəddəs mübarizə erməni müxalifət hərəkatının lideri terror aktlarının hazırlamaqla və hakimiyyətə ələ keçirməyə cəhddə ittiham olunur. İstintaq çərçivəsində biznesmen Tigran Qalanstanyan və polkovnik Migran Maqsudyan da saxlanılıb. Ermənistan TV-nin xəbər verir ki, Ermənistan parlamentinin deputatı Artur Sarkisyan evində axtarış aparılıb. Erməni müxalifətçi müstəqil Ermənistan tarixində görünməmiş terror və zorakılıq prosesinin başladığını iddia edir. Gürcüstan əhalisinin siyahılanmasının ilkin məlumatları məlumdur. 14 oktyabr 2024-cü il tarixinə görə bu rəqəm 3.914.000 nəfərdir. Onlardan 53% qadınlar, 47% isə kişilərdir. Məlumatı Milli Statistika Xidməti yayıb. Əhalinin siyahılanmasının nəticələrinə görə 62 şəhərdə yaşayış məntəqəsinin əhalinin 38%-i kənd yerlərində yaşayır. Əhalinin 34%-i Tbilisdə yaşayır. İkinci və üçüncü yerləri İmereti və Kvemokartli bölgələri tutur. Maraqlıdır ki, ölkədə daima yaşayan bütün Gürcüstan vətəndaşları, habelə ölkədə yaşayan əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər siyahılanmaya cəlb edilib.